Bir qrup deyir ki, sənətçi sənəti ilə məşğul olmalıdır, bir qrup deyir ki, yox, sənətçi mütləq həm də ictimai proseslərdə iştirak etməlidir. Və siz necə düşünürsünüz? O sənətçi necə yazıb yaradacaq ki, yaşadığı cəmiyyətdən xəbəri yoxdur. Onun ağrısının yanında deyil, onun toyunun içində deyil. Necə ola bilər bu? Sənət gücünü hardan alır? Sənət fantaziya deyil ki, sən yaşadığın cəmiyyətdə gördüyün hadisələrin onları öz süzgəcindən keçirib, beynindən, təfəkküründən keçirdi, bu sənət nümunəsini yaradırsan. Sənin ətrafdan xəbərin yoxdursa, sən nə yaradırsan və kim üçün yaradacaqsan onu? Mən sənətçi olmaqdan qabaq mən bir vətəndaşım. Və bu ölkədə baş verən hadisələrdən ən azı xəbərim olmalıdır. Və harada nəyə yarayıramsa orada yararlı olmağa çalışmalıyım. Bu mənim vətəndaş borcumdur və mənə belə gəlir ki, mənim vətəndaşlıq borcum digər bütün borclarımdan daha vacib borcdur. Mən bu şəkildə yanaşıram. Və sadəcə olaraq birisi nətərdir? Əkəndə yox, belə bir söz var. Əkəndə yox, biçəndə yox. Yiyəndə ortaq qardaş. Elə şey olmur. Ağrısını da çəkəcəksən, acısını da çəkəcəksən, zəhmətini də çəkəcəksən, qarnı boranlı tufanını da görəcəksən. Amma onun sonra rahatlığını yaşayanda da o sənin halalın olacaq. Sənin torpaqların işğal altında olanda, savaş içində olanda, qaç xarici ölkələrdə gizlən orada başı yerdə, hər şey bitəndən sonra qayıt gəl və sonra da vətən, vətəndir, keçmir, olmur. Və Azərbaycan, belə deyək də, elə bir ölkədir ki, burada hamı bir-birini tanıyır. Mən vətəndaş olmağı bacarmayan sənətçinin nə özünü, nə də sənətini qəbul etmirəm. Öncə vətəndaş olacaqsın. Qalan şeylər hamısı ondan sonradır. Mənim vətənim, torpağım, yerim, yurdum, azadlığım olmayandan sonra mən hansı sənətin sahibi olacağım? Mən kim olacağım? Kim oluram onda mən? Onlara o şəkildə yanaşmanı mən düzgün hesab edirəm. Mən düşünürəm ki, sənət adamı birinci növbədə vətəndaş olmalıdır, sonra sənət adamı olmalıdır.